Allahu Akbar, Allahu Akbar. وإذ بوأنا لإبراهيم مكان البيت ألا تشرك بي شيئا وطهر بيتي للطائفين والقائمين والركع السجود وأذن في الناس بالحج يأتوك رجالا وعلى كل ضامر يأتين من كل فج عميق. بسم الله الرحمن الرحيم. الحمد لله والصلاة والسلام على رسول الله وعلى آله وصحبه ومن والاه وبعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm tamaşaçılar və əziz qardaşlarımız və bacılarımız, biz sizlərlə bugün ən xoş, ən gözəl günlər yaşayırıq və aylar arasında ayların sultanlarından biri olan Zilhiccə ayını, Muharram aylarından Zilhiccə ayını yaşayırıq və bu ay xüsusi fəzilət ilə fərqlənir və alaxüsus mövzu bu aydakı Arafat günü haqqında olacaq və möhtərəm tamaşaçılar, Arafa günü Allah qatında öz xüsusi fəziləti ilə fərqlənən mübarək bir gündür. Elə isə onun fəziləti haqqında bir neçə hədis şərifi dinləyək. Arafa günün fəziləti və o gündə edilən müstəhəb əməllər. Möhtərəm tamaşaçılar və əziz möminlər, bilin və agah olun. Allah qatında qulların ən çox cəhənnəmdən azad edildiyi gün Arafa günüdür. Bunu da ispat edən bir çox dəlillər vardır. Onlardan da biri فَأَنْ عَائِشَةَ رَضِيَ اللّٰهُ عَنْهَا قَالَتْ أَنَّ رَسُولَ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وسلم قال مَا مِنْ يَوْمٍ أَكْثَرَ مِنْ أَنْ يَعْتَقَ اللّٰهُ فِيهِ عَبَدًا مِنَ النَّارِ مِنْ يَوْمِ عَرَفَةِ. Aişə anamız radiyallahu anhə və ardaha, Allah ondan razı olsun, buyurur. Allah Nəbisi sallallahu aleyhi ve sellem belə dedi. Allah katında günlər arasında Arafa günündən daha çox Allahu Teala'nın qullar azad etdiyi gün yoxdur. Cəhənnəm ateşindən qullar azad etdiyi gün yoxdur. Yəni, günlər arasında Allah dərgahında ən çox cəhənnəmdən qulların azad olduğu gün Arafa günüdür. وَإِنَّهُ لَيَدْنُوا ثُمَّ يُبَاهِي بِهِمُ الْمَلَائِكَةَ فَيَقُولُ مَا أَرَادَ هَؤُلَاءِ Və Allah Azze ve Celle dünya səmasına nazil olur. Arafa meydanında Arafa əhlinə yaxınlaşır və mələklərə yer əhli ilə övünür və deyir ki, mə aradə həulə, mənim qullarım nə üçün gəliblər və onlar nə istəyirlər? Başqa bir digər hədisdə, An Cabirin radiyallahu anhu ənə nəbiyyə sallallahu aleyhi ve sellem qal, mə min yevmin afzalu indallahi min yevmi Arafa, yenzilullahu teala iləs-səmai dünya feyubahi bih əhlil ard, əhləs-səma feyəqulu unzuru ilə ibadi. Həmçinin Cabir, Allah ondan razı olsun, Allah Nəbisi sallallahu aleyhi ve sellemin bizə belə çatdırdığını xəbər verir. Allah qatında Arafa gündən daha əfsəl gün yoxdur. Allah dünya səmasına nazil olar və səma əhlinə, yer əhli ilə övünər və onlara yaxınlaşar və səma əhlinə, yəni mələklərə deyər, unzuru ilə ibadi, cəuni şü'bən qubran, Daccinə cəu min kulli fəccin amiq. Baxın ey mələklər, bunlar mənim qullarımdır. Tozlu, torpaqlı, yorğun ikən mənim dəvətimə icabət edib gəlmişdilər. Və digər hədislərdə də Allah Azze ve Celle onların hamısına məğfirət etməsi haqqında xəbərlər gəlmişdir. Bu rivayətə gələndə isə rivayət Ravahu İbn Xuzeymə və İbn Hibban və Bazzar və Beyhaqi. Arafa günün xüsusi fəzilətlərindən də biri Allah Azze ve Celle bu gündə İslam ümmətinə neymətini tamamlamış və din olaraq onlara İslam dinini seçmişdir. Necə ki, Umar İbn Xattabın rivayətində Yahudilər Umar İbn Xattab'a dedilər, ey möminlərin əmri, sizin kitabınızda, yəni Quran-ı Kerimdə elə bir ayət var ki, biz məşərəl Yahudun üzərinə nazil olsaydı, biz həmin günü bayram götürərdik özümüzə. Və Umar İbn Xattab soruşur ki, o hansı ayətdir? Deyirlər ki, Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İsləmə dinə. Bu ayət-i kərimədəki Əl-Məidə surəsində Allah Teala
bugün sizə nemətimi tamamladım və din olaraq sizə İslamı seçdim ayətində buyurur. Ömər ibn el-Xattab Yahudilər cavabında belə dedi. Qad arafna zəlikə el-yevm vəl-məkənə-ləzi nəzilət fihi alə-nəbi sallallahu aleyhi ve sellem. Biz artıq bildik o hansı gündür və nə zaman o ayət nazil olmuşdur. O cümə günü nazil olmuş ayətdir ki, Arafa meydanında nazil olmuşdur. Allah Nəbisi sallallahu aleyhi ve sellemə. Axracəhul-Buxari, hədis İmam Buxari'nindir. Həmçinin möhtərəm tamaşaçılar, Arafa günü Arafa əhli üçün, yəni həcilər üçün, Arafa meydanında toplananlar üçün yemək, içmək bayram günü sayılır. Arafa meydanında olmayanlar üçün isə oruc günüdür. Necə ki, Uqbə ibn Amir radiyallahu anhu və arda Allah Nəbisi sallallahu aleyhi ve sellemdən bizə belə çatdırır. Yevm-i Arafa və yevm-i Nəhr və əyyam-ı təşriq idən əhl-i-İslami və hi əyyam əklim və şurb. Arafa günü, qurbanlar kəsilən gün, təşrik günü bayram günüdür İslam əhli üçün və o gün yemək və içmək günüdür. Ravahu İmam Əhməd və Tirmizi və İbn-i Qayyim deyir ki, Arafa günü Arafa əhli üçün, Arafa meydanında toplananlar üçün bayram günüdür. Onlar oruç tutunlar, bu səbəblə onlara oruç tutmaq orada icazəli deyil, məkruhdur. Və yaddan çıxartmayın ki, Arafa günündə ən böyük əməl İslam ərkanlarından biri olan həcc baş verir. Çünki Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur, Əl-Həccu Arafa, Əl-Həccu Arafa. Hədisi İmam Əhməd və Abu Davud və Tirmizi rəvayət eləmişdir. Və möhtərəm tamaşaçılar, fəzilətlərindən biri, Ənəhu yevmun əqsəmallah bihi. O elə bir gündür ki, Allah Azze və Cəl həmin günü and içmişdir. Ənəhu yevmun əqsəmallah bihi. Və Arafa günün fəzilətlərindən biri, Allah o günə, Arafa gününə and içmişdir. Harada? Müqəddəs kitabında. Buyurur ki, وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ وَالْيَوْمِ الْمَوْعُودِ وَشَاهِدٍ وَمَشْهُودٍ. Və Əbu Hüreyrə, Allah ondan razı olsun, rivayət edir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem bunu belə təfsir etdi. El-yevmül mev'ud, görüş günü qiyamət günüdür. Vel-məşhud, şəhadət olunmuş gün də Arafa günüdür. Və şahid, cümə günüdür. Rivayəti İmam Tirmizi rivayət etmişdir və həsən dərəcəsindədir hədis. Və həmçinin müstəhəb əməllərdən də biri Arafa günü Arafa meydanında olmayanlar üçün, yəni qeyri-həcilər üçün, burada olanlar üçün Arafa günü oruç tutmaq müstəhəb əməllərdəndir. Savabı bir il keçmiş və bir il gələcək günahların silinməsidir, əziz və möhtərəm tamaşaçılar. Bunu da ispat edən Əbi Qatadənin hədisidir. Allah ondan razı olsun. Allah Nəbisi sallallahu aleyhi ve sellem yanına bir kişi gəlir və bu haqda soruşanda buyurur ki, Siyamu yevmi Arafa ahtesibu alallahi ennəhu yukeffiru sənətəlləti qabləh və sənətəlləti ba'dah ravahu Muslim. Arafa gününün mükafatı Allah'tan umulur ki, o bir il keçmiş və bir il gələcək günahların silinməsidir. Hədisi İmam Muslim rivayət eləmişdir. Və möhtərəm tamaşaçılar, Arafa günü hər bir müsəlmanın ehtimam göstərə biləcəyi və diqqət edəcəyi şeylərdən də biri o gün özünü dua və zikr üçün ayırmasıdır. Və Arafa duaların qəbul olan günüdür. Allah Azze və Cələ ən yaxın olan günlərdən biridir. Hətta o Arafa günü uləmanın görüşünə görə Qədir gecəsi ilə yarışan gün sayılır. Və insan neyinir? Qırağa çəkilir. Zikirlə, şükürlə, nafilə namazlarla, ibadətlərlə, Quran tilabəti ilə və Allah xüsus dua ilə məşğul olur. Və duada ilhə edir, yalvarır və Allahdan dualarının icabət olmasını ümid ilə, qorxu ilə, həyəcan və yalvarış ilə duaların icabətini tələb edir. Fə'an Abdillah ibn Amru radiyallahu anhuma ənə Nəbiyyə sallallahu aleyhi ve sellem qal, xeyr dua Arafah. Buna da dəlil, Abdullah ibn Amr, Allah ondan razı olsun, Allah Nəbisi sallallahu aleyhi ve sellemin belə dediyini buyurur. Xeyr dua Arafah. Ən xeyirli edilən dua Arafa günü edilən duadır. Ən xeyirli dua Arafa günü edilən duadır. Və xeyru mə qultu ənə və nəbiyyunə min qabli. Və ən xeyirli deyilən sözlər mənim və məndən öncə peyğəmbərlərin dediyi sözlərdir. Hansı sözlərdir? La ilahə illallah vəhdəhu la şərikə ləh. Ləhul mulku və ləhul həmdu və huvə alə kulli şeyin qadir. Hədisi İmam Ət-Tirmizi rivayət eləmişdir və İmam Əlbani rahimallah hədisi həsən dərəcəsinə qaldırmışdır. Həmçinin
İbn Abdilbar buyurur ki: "Və fihi minel fiqhi enne dua yevme Arafa afdalu min gayri." Və burada fikhi məsələ, fayda, Arafa günü edilən dua, edilən ibadətlər arasında ən xeyirli ibadətdir. Və həmçinin fayda çıxardır ki, rahimehullah, Arafa gününün bütün günlərdən ən əfsəl olmasına dəlildir. Digər günlərdən, yəni qədirlə yarışır, necə ki bundan öncə zikr etdik. Və həmçinin hədisdən çıxardılan faydadan da Arafa günü edilən dualarının əksəriyyətin və hamısının müstəcəb olması haqqında dəlildir. Və möhtərəm əziz tamaşaçılar, biz də Allah Cəllə Cəlaluhə dua edir, əllərimizi qaldırır və dedik ki, Allahümə bizi rəhmət qapılarından qovma və bizi xeyirlə məhrum etmə. Allahümə biz artıq agah olduq, dərk etdik və yəqin olduq ki, Arafa günü sənin qarşısında ən sevimli günlərdəndir və ən çox cəhənnəmdən qul azad etdiyin gündür. Və bunu bilərəkdən Rəbbimiz sənə əllərimizi açır. Allahumma ğfir lənə zunubənə və li ixvaninəl-ləzīnə səbəqunə bil iman. Allahumma bizim günahlarımızı bağışla və imanda bizi ötüb yarışan qardaşlarımızı da bağışla. Allahumma bütün mümin və müminə, mömin kişi və qadınları bağışla, valideynlərimizi bağışla, ümmətimizi bağışla, xalqımıza hidayət elə. Allah sizin bu mübarək günlərdə etdiyiniz duaları müstəcəb, əməllərinizi qəbul etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.